Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq, onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu barədə Qlobalaz Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DNN-nin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat texniki tədbirlərlə qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov saxlanılıb. Müəyyən edilib ki, Z. Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək, onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra, həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq, güya bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Araşdırmalarla Z. Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Z. Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.